Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir. Bu videoda mən tarix müəllimlərinin müsahibə mərhələsinə dəstək olmaq üçün bir neçə müsahibə suallarının izahını verəcəyəm. Sualların izahına keçməzdən öncə bir məsələni diqqətinizə çatdırım ki, həm tarix, həm musiqi, həm fiziki tərbiyə, həm texnologiya, təsvir incəsənət müəllimləri üçün kanalımızda ayrı-ayrılıqda müsahibə mərhələsi üçün videolar yerləşdiriləcək. Belə ki, məsələn, fiziki tərbiyə müəllimlərinə özəl müsahibə sualları, tarix müəllimlərinə özəl müsahibə sualları, texnologiyaya özəl müsahibə sualları, təsvir incəsənətə özəl müsahibə sualları və s. Təbii ki, bu videoların vaxtında və tez yerləşdirilməsi üçün videonu öz yaxın həmkarlarınızla paylaşmağı, kanalımıza abunə olmağı unutmayın. İndi isə başlayaq sualların izahına. Qeyd olunub ki, valideyn qiymətdən narazı olarsa nə edərsiniz? Valideyn şagirdin qiymətləndirilməsindən narazı qaldıqda müəllim emosional deyil, tamamilə peşəkar və obyektiv yanaşma nümayiş etdirilməlidir. Yaxşı, bu zaman hansı addımları atmalıdır? Gəlin onlara birlikdə nəzər salaq. Sakit və anlayışlı dinləməlidir, yəni valideynin narazılığını sona qədər dinləməlidir. Onunla empatiya qurmaq və aqressiv tonlardan qaçmaq lazımdır. Meyarların təqdim edilməsi məsələsinə diqqət yetirilməlidir. Yəni, qiymətin nəyə əsasən verildiyini valideynə aydın şəkildə izah etmək lazımdır. Şagirdin tapşırığı bu meyarların hansına cavab verib, hansına vermədiyini əyanı göstərmək lazımdır. Sübutların, dəlillərin göstərilməsi, yəni şagirdin yazı işi, test nəticəsi, layihəsi və yaxud da formativ qiymətləndirmə dəftərindəki qeydlər valideynə təqdim olunmalıdır. Şifahi iddialar deyil, faktlar danışmalıdır. Müqayisənin düzgün aparılması, şagirdi digər uşaqlarla deyil, yalnız onun özünün əvvəlki nəticələri ilə və dövlət standartları ilə müqayisə edərək inkişafını və ya geriləməsini izah etmək lazımdır. Və gələcək fəaliyyət planı birlikdə qurulmalıdır. Yəni, narazılığı sadəcə qiymət düzdür deməklə bitirmək olmaz. Valideynə şagirdin zəif tərəflərini necə aradan qaldıracağı barədə, məsələn, birlikdə hansı mövzulara üstünlük verməliyik, bircə plan təklif etmək olar. İkinci sualda qeyd olunub ki, rəy nədir və necə verilir? Rəy ilk növbədə qeyd eləyək ki, əks əlaqədir. Təlim prosesində şagirdin mövcud vəziyyəti ilə nail olmalı olduğu hədəf arasındakı fərqi aradan qaldırmaq, onu istiqamətləndirmək və motivasiya etmək üçün müəllim tərəfindən verilən konstruktiv informasiyadır. Yəni, rəy konstruktiv olmalıdır. Rəy necə verilməlidir və effektiv rəyin xüsusiyyətləri nədir? Bilirik ki, spesifik və ya konkret olmalıdır. Yəni, ümumi sözlərdən, məsələn, afərin, ağıllısan, səhvdir, qaçmaq lazımdır. Şagird məhz nəyi düz, nəyi səhv etdiyini bilməlidir. Məsələn, filan şeyi səhv etmirsən, amma çalış ki, düzəldəsən və s. Yoxsa səhv etmirsən, amma nəyi? Biz bunu qeyd etmiriksə, artıq orada konstruktiv rəydən danışa bilmərik. Və mütləq şəkildə rəy zamanında verilməlidir. Tapşırıq icra olunduqdan dərhal sonra və ya qısa müddətdə verilən rəy effektiv olur. Həftələr sonra verilən rəyin əhəmiyyəti olmur. Şagirdin şəxsiyyətinə deyil, idraki sahəsinə və işinə yönəlməlidir. Sən tənbəlsən deyil, bu tapşırıqda düsturu düzgün tətbiq etməmisən deyilməlidir. Yəni, sən tənbəlsən, sən bacarmırsan, bu tipli destruktiv rəylər deyil, konstruktiv olmaq lazımdır. Məsələn, qeyd edirik ki, bu tapşırıqda düsturu düzgün tətbiq etməmisən. İstiqamətləndirici konstruktiv olmalıdır. Rəy şagirdə yalnız səhvini deməməli, həm də o səhvi necə düzəldə biləcəyinə dair də yol göstərməlidir. Və həvəsləndirici ton daşımalıdır. Belə ki, şagirdin müsbət cəhətləri vurğulanmalı, çatışmazlıqları isə inkişaf imkanı kimi təqdim olunmalıdır. Eyni zamanda rəy ilə bağlı siz kurikulum vəsaitinə də nəzər yetirə bilərsiniz və oradan da müxtəlif məlumatları öyrənib bu suala daha dolğun cavab verə bilərsiniz. Rəyi şagirdə necə verirsiniz? Nümunə gətirin. Və rəyi necə veririk? Gəlin buna nümunə gətirək. Məsələn, qeyd edirik ki, Elnur, esse yazanda giriş hissəsini çox maraqlı qurmusan və bu mövzunu yaxşı açmısan. Bu məsələnin müsbət tərəfi oldu. Lakin əsas hissədə fikirlərini əsaslandırarkən fakt və nümunələrdən az istifadə etmirsən. Bu da argumentini zəiflədir. Hansı ki, bu çatışmamazlıqdır və bunu da qeyd etdik.
Növbəti dəfə mətndəki tarixi faktları bura əlavə etsən, yazın daha mükəmməl olacaq. İnanıram ki, növbəti işlərdə buna diqqət edəcəksən. İstiqamət verdik, həm də motivasiya verdik. Desək ki, məsələn, səhv rəy, gəlin səhv rəyə nəzər salaq. Məsələn, deyə bilər ki, ağıllı oğlum, çox gözəl yazmısan, afərin. Bu rəy şagirdə inkişaf üçün heç bir konkret informasiya vermir və idraki deyil, emosionaldır. İnformasiya vermir və idraki deyil, emosionaldır. Ona görə rəy verərkən düzgün rəy verməyə diqqət yetirməliyik. Qiymətləndirmənin hansı növləri var? Azərbaycan Respublikası Ümumi Təhsil Sistemində qiymətləndirmə daxili, məktəb daxili, xarici olmaqla qruplaşdırılır. Məktəb daxili qiymətləndirmənin 3 növü var. Diaqnostik qiymətləndirmə, hansı ki, ilkin qiymətləndirmədir. Qeyd edə bilərsiniz ki, burada məqsəd şagirdin tədrisin yarım ilin və ya bölmənin əvvəlində mövcud bilik bacarıqlarının, maraq və ehtiyaclarını müəyyənləşdirməyə kömək eləyir. Xüsusiyyəti qiymət jurnala yazılmır, rəsmi deyil, müəllimə dərsi və ya strategiyanı planlaşdırmağa kömək eləyir. Formativ qiymətləndirmə haqqında məlumat verə bilərsiniz. Məqsədi nədir? Məsələn, deyə bilərsiniz ki, məqsəd təlim prosesində şagirdin standartlara nə dərəcədə nail olduğunu izləmək və onun qarşılaşdığı çətinlikləri vaxtında müəyyən edib aradan qaldırmaq və fəaliyyətini istiqamətləndirməkdir. Eyni zamanda xüsusiyyətlərindən danışa bilərsiniz, summativ qiymətləndirmədən danışa bilərsiniz. Bir sözlə, qiymətləndirmə haqqında nə bilirsinizsə, həmin məlumatları bax bu hissədə təqdim edə bilərsiniz. İnteraktiv dərs nədir? İnteraktiv dərs şagirdlərin pasiv dinləyici olmaqdan çıxıb təlim prosesinin mərkəzində dayandığı və həm müəllimlə, həm də bir-biri ilə qarşılıqlı ünsiyyət qurduğu müasir təlim modelidir. Əsas prinsipi nədir? Müəllim-şagird münasibəti subyekt-subyekt xarakteri daşıyır. Rol bölgüsü məsələsi var. Belə ki, müəllim sadəcə hazır bilik ötürən deyil, prosesi istiqamətləndirən rolda olmalıdır, yəni fasilitator olmalıdır. Fəaliyyətlər, dərsdə beyin həmləsi, qrup işləri, debat, rol oyunlar, diskussiyalar geniş tətbiq olunmalıdır. Üstünlüyü şagirdlərdə tənqidi təfəkkür, məntiqi, əməkdaşlıq və müstəqil qərar vermə bacarıqlarını formalaşdırmış olur. Refleksiya nədir? Refleksiya təlim prosesinin sonunda şagirdlərin nəyi, necə, hansı dərəcədə öyrəndiklərini dərk etməsi və öz fəaliyyətlərini qiymətləndirmə prosesidir. Yəni təkcə şagirdlər özlərini refleksiya etmir, müəllim də özünü sonda refleksiya etməlidir. Yəni bu dərsdə mən nə öyrətdim, növbəti dərsdə nəyə diqqət yetirməliyəm, şagirdlər bu metodlardan necə istifadə etdilər və s. Burada məqsəd nədir? Şagirdin öz öyrənmə yoluna baxması, güclü və zəif tərəflərini müəyyən etməsidir. Müəllim üçün faydası da var təbii ki, dərsin nə dərəcədə uğurlu keçdiyini görməyə və növbəti dərsi artıq planlaşdırmağa bir növ kömək eləyir. Tətbiq üsullarında 3-2-1-dən, yəni 3-2-1 strategiyasına istifadə etmək olar, çıxış biletləri, ekskursiya jurnalı, sual ağacı və s. kimi üsullardan istifadə etmək olar. Zamanı nə zaman olmalıdır? Əsasən dərsin sonunda həyata keçirilməlidir refleksiya. Ola bilər ki, bəzən mərhələlərin sonunda həyata keçirilsin, dərsin sonunda yox. Yəni bu artıq həmin dərsin gedişatından asılıdır. Təlim nəticəsini nə zaman verirsiniz? Təlim nəticəsi dərsin ən başında, yəni nəticədən planlama deyirik axı. Artıq müasir dövrdə planlaşmaya, nəticədən planlama kimi baxırıq və təlim nəticəsi dərsin ən başında, yəni motivasiya mərhələsindən dərhal sonra və motivasiya daxilində şagirdlərə elan edilməlidir. Səbəbi nədir? Şagird dərsin ilk dəqiqələrindən etibarən 45 dəqiqənin sonunda hansı biliyə, bacarığa sahib olacağını dəqiq bilməlidir. Forması necə olmalıdır? Təlim nəticələri lövhədə yazılmalı və vizual şəkildə şagirdlərə göstərilməlidir. Dili necə olmalıdır? Şagirdlərin yaş xüsusiyyətinə uyğun, aydın, anlaşılır dildə ifadə olunmalıdır. Yəni orada götürək biz elmi formada yazaq və o mənasını başa düşməsinlər, artıq bu şagirdə təlim nəticəsini elan etmiş, yəni biz burada artıq şagirdə təlim nəticəsini elan etmiş olmuruq. Əhəmiyyəti nədir? Bu, şagirdlərdə dərslə bağlı məsuliyyət hissi yaradır və hədəfə yönəlik öyrənməni təmin edir. Qeyd olunub ki, motivasiya düzgün olmasa nə edərsiniz? Motivasiya dərsin uğurunu təmin edən mütəhərrik rolunu oynayır. Əgər motivasiya düzgün qurulmayıbsa və ya şagirdlərin marağını çəkmirsə, dərhal B planı, yəni alternativ strategiyaya keçmək lazımdır. Fəaliyyəti dəstəkləmək.
Əgər vizual materiallar, məsələn video, şəkil, effekt vermədisə, dərhal real həyatı bir problem, tapmaca xarakterli sualla şagirdə müraciət etmək olar. Şagird təcrübəsinə əsaslanmaq, mövzunu birbaşa şagirdin gündəlik həyatı, maraq dairəsi və hobbiləri ilə əlaqələndirən suallar vermək olar. Sürətli intriqa yaratmaq, yəni lövhəyə gözlənilməz, təəccüblü bir söz və ya fakt yazaraq diqqəti buraya yönəltmək olar. Yəni söhbət burada neqativ intriqadan yox, müsbət bir intriqadan gedir. Çevik adaptasiya məsələsi uşaqların passivliyini hiss etdiyiniz an vaxt itirmədən onları hərəkətə gətirəcək qısa oyun, beyin həmləsi fəaliyyətlərinə keçid edə bilərsiniz ki, motivasiya təmin olunsun. Və sonda sizə bir tövsiyəmiz var. Qeyd olunub ki, sualı ətraflı bilirsinizsə, verilən sual haqqında geniş danışın. Bu nəyə gətirib çıxarır? Vaxt məsələsində. Belə ki, siz 20 dəqiqə müddətində müsahibə prosesində iştirak edirsiniz. Bəzən bu vaxt az ola bilər. Amma 20 dəqiqə də çəkə bilər. Belə olan halda siz həmin sual haqqında geniş danışsanız, artıq sizə 2-3 dənə sual verməklə məcburi kifayətlənirlər. Çünki vaxt məsələsi çatmır. Ona görə. Tövsiyə budur ki, yəni bu hissə iştirakçıya gedişat barədə düzgün istiqamət vermək məqsədi daşıyır. Yəni belə ki, sualı ətraflı bilirsinizsə, verilən sual haqqında geniş danışmağa çalışın. Qarşınıza çıxan sualın cavabından tam əminsinizsə və mövzuya dərindən bələdsinizsə, qısa cavab verməklə kifayətlənməyin. Mövcud biliklərinizi maksimum dərəcədə nümayiş etdirərək ətraflı və geniş izahat verin. Belə dəyərli müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun, gələn videolarda görüşənə qədər.